Salam əziz izləyicilər. Bugünkü podkastımızın mövzusu biraz maraqlı, biraz da fərqli mövzudur. Pulun zaman dəyəri və şəxsi büdcənin idarə edilməsindən ibarətdir. Bir çoxumuz ümumiyyətlə gündəlik həyatda öz pulumuzu nağd formada saxlayırıq və düşünmürük ki, vaxt keçdikcə pul öz dəyərini itirə bilər. Bu gün yanımda ABB-nin əmanət məhsulları üzrə məhsul sahibi Sevinç xanım var. Sevinç xanım, xoş gəlmisiniz. Xoş gördük Nihat. Təşəkkür edirəm. Çox sağ olun. Sevinç xanım, ümumiyyətlə ilk sual olaraq sizdən soruşmaq istəyirəm ki, bir çoxumuz üçün əmanət hələ də bankda gedib növbə gözləmək, uzun-uzadı kağızlara qol çəkməkdən ibarətdirmi? Bu belədirmi? Hal-hazırda bu vəziyyət necə tənzimlənir? Dövrümüz dəyişib, rəqəmsal eraya keçid eləmişik və insanlar banka getmək, növbə gözləmək, vaxt itirmək istəmirlər. Müştərilərin istədikləri telefon vasitəsilə rahat və asan şəkildə əməliyyatlarını idarə etməkdir. Biz də DigiDeposit məhsulunun üzərində çalışarkən məhz buna fokuslanmışıq ki, bu prosesi müştəri üçün maksimal dərəcədə sadə edək. Yəni müştərilər evdən çıxmadan tətbiq vasitəsilə asanlıqla tam rəqəmsallaşdırılmış şəkildə əmanət yerləşdirə bilərlər. Aydındır. Gənclər, xüsusilə də orta gəlirli insanlar üçün əmanət biraz əlçatmaz kimi görünə bilir. Bəzi insanlar düşünürlər ki, əmanət yerləşdirmək üçün iri məbləğdə pul lazımdır. Bu belədirmi ümumiyyətlə? Əslində bu əmanətlə bağlı yayılmış ən böyük miflərdən biridir deyərdim. Çünki burada məqsəd təkcə vəsaitin saxlanılması deyil, onun həm qorunması, həm də düzgün idarə olunmasıdır. Bizdə həm kiçik yığımlar, həm də daha böyük vəsaitlərin idarə olunması üçün imkanlar və şərtlər var. Əsas odur ki, müştərilər gələcəklərini planlamağa başlasınlar. Digər bir sualım ondan ibarətdir ki, çox vacib bir nüansdır. Əmanət müddətləri və faiz dərəcələri ilə bağlıdır. Ümumiyyətlə bir çoxumuz fikirləşirik ki, vəsaitimiz, pulumuz bankda qaldıqda bizə nə qədər gəlir gətirəcək? Əgər pulumuzu bir il ərzində banka etibar eləyiriksə, bu pul bizə nə qədər qazandıracaq? Əslində DigiDeposit müştərilərə müddətlər üzrə də çox böyük bir rahatlıq təqdim edir. Belə ki, 1 aydan 18 aya qədər fərqli müddətlərdə müştərilər əmanətlərini yerləşdirə bilərlər. Həmçinin illik faiz dərəcəsinin 10%-ə qədər dəyişməsi onlara əmanətlərinin həm qorumaq, həm də passiv gəlir əldə etmək imkanı yaradır. Ümumilikdə isə DigiDeposit-in rəsmiləşdirilməsi zamanı bu şərtlər tam şəffaf şəkildə, rəqəmsallaşdırılmış şəkildə müştərilərimizə təqdim olunur. Bir məqam da var ki, insanlar həqiqətən bəzən düşünürlər ki, biz pulumuzu bankaya etibar edirik və o yerində donub qalacaq. Biz istədiyimiz vaxtda onu istifadə edə bilməyəcəyik. Bu belədirmi? Müəyyən mənada hə, çünki əmanət müəyyən qədər desək bir intizamdır. Amma müddətlərin bu qədər geniş təqdim olunması müştərilərə elə onlara şərait yaradır ki, öz maliyyə planlamalarına uyğun şəkildə müddəti seçsinlər və əmanəti o formada yerləşdirsinlər. Əsas məsələ pulu qoruyub saxlamaq yox, onun düzgün işləməsini təmin etməkdir. Müştərilər öz maliyyə qərarlarına nə qədər məsuliyyətlə yanaşsalar, maliyyə savadlılığı da cəmiyyətdə bir o qədər çox formalaşmış olur. Ümumiyyətlə bugünkü günümüzdə maliyyə qərarını vermək üçün təkcə gəliri yox, həm də riskləri, şərtləri tam şəkildə anlamaq lazımdır. Düşünürəm ki, DigiDeposit bu istiqamətdə ən uğurlu məhsullardan biridir. Çünki həm rəqəmsaldır, həm detalları, şərtləri aydın şəkildə rəsmiləşdirərkən görmək olur. Ümumiyyətlə əgər izləyicilərimizə də maraqlıdırsa, ABB-nin rəsmi saytına keçid edərək əmanətlərin rəsmiləşdirilməsi, detalları və şərtləri barəsində tam aydın və başa düşülən şəkildə məlumat əldə edə bilərlər. Həqiqətən də maliyyəni idarə etmək çox düzgün bacarıqdır. Əziz izləyicilərimiz, siz də bankın rəsmi saytına daxil olub özünüz üçün maraqlı olan məhsulları araşdıra bilərsiniz. Növbəti podkastlarda görüşərik.